Postembriyonal inkişafında tənəffüs orqanlarının daha çox müxtəlifliyinə rast gəlinir. Yəni doğulandan sonraki inkişafın bizə deyir, ya da yumurtadan çıxandan sonraki inkişafın deyir. Qurbağada deməli postembriyonal inkişafda həm dəri tənəffüsü olurdu, həm də ağciyər vasitəsilə tənəffüs eləyirdi. Yəni tənəffüs orqanı iki müxtəlifliyə sahibdir. Qutan quşdur və quşda təkcə ağciyər olurdu. Bu qələmun eyni ilə təkcə ağciyərlə nəfəs alırdı. Alligator da eyni qaydada ağciyər idi. Foreldə isə yəni təkcə qəlsəmə olurdu. Ən çox olan qurbağa olacaqdı. Dəri və ağciyərlərlə postembriyonal inkişafda olurdu. Amma qurbağada belə bir məlumat vardı. Onu da qeyd eləyək. Yetkin qurbağanın özündə dəri ağciyərlər olurdu. Və postembriyonal inkişaf qurbağanın bilir ki, çömçəquyruq adlanan sürfəsi də vardı. Yəni çömçəquyruqda da tənəffüs orqanı nə idi? Bilirsiniz ki, doğulandan sonraki inkişaf dövrü idi. Orada da qəlsəmə də olacaqdı. Ona görə də ən çox müxtəliflik biz qurbağanı götürə bilərik.